Valla yəqin ki, kiminsə cibləri hələ ki boşluq olmayıbdır ki, ona görə cəmaət bu cür vəziyyətdə yaşayır. Çünki bu saat bütün cəmaət elə yolu keçən də, piyada da, obursu da hərə bir fikirdədir. Yəni hərənin beynində nəsə bir fikir var. Nə yolun keçə bilir sağlam, nə də ki, evinə sağlam gedib bir şey apara bilir. Yəni hamının cibi boşdur. Bəli, biz təqaüd alıram mən. Çox dedikcə azdır. Uşaqlarıma, qızımla oğluma da iş tapa bilmirəm. Adicə kommunal xərcləri də belə ödəməyə bizim gücümüz çatmır. Aldığımız təqaüddən razılığımız odur ki, bir gün çörək pulu, yemək pulu, ikinci gün olmasa deməli olmadı, qaldıq. Azlığı onunla əlaqədar ki, iş yoxdur, maaş azdır, təqaüd azdır. Adicə başqa bir dövlətlərdə yüksək pensiya, təqaüd də verirlər, cəmaət maaş da alır. Burada güzaran, dolanışıq həddindən artıq aşağıdır, həddindən artıq. Heç kim bundan razılıq eləyə bilməz. Kim razılıq eləyir, gəlsin mən ondan qarşı-qarşı oturum, söhbət eləyib. Dövlət baxmır. Özləri üçün məni istəyirlər hər şeyi. Özlərinin xeyrini eləyirlər. Ona görə. İstəsələr xalqa pensiya, təqaüdü $1000 da verə bilərlər, maaş da verə bilərlər, iş yeri də yarada bilərlər. Bu bir sinəylə bağlıdır. Bu korrupsiya və uğurla bağlıdır. Mən belə başa düşürəm. Yəni öz başa düşdüyüm qədər. Çünki ona görə ki, yəni baxırsan demokratik Avropa dövlətlərinə, valla cəmaət nazirlər piyada gedirlər, işə gəlirlər. Bizimkilər maşallah heç adam buraxmırlar yaxın. Ona görə ki, xalq bezir, valla mən bilirəm bu ölkədə yaşamağını istəyirəm. Mən şəxsən imkanım olsa var, mən bu ölkədə çıxıb gedərəm. Elə bir vəziyyətdir ki, acıncalı vəziyyətdir. Yəni nətər deyim sizə? Çox çətindir, çox çətin, həqiqətən çətin. Yəni qorxmuram. Yoksa Həzrət Əleyhisselam buyurur ki, haqqı deməkdən çəkinməyiniz var. Görsün ölüm də var. Çünki bu xalq müsəlman xalqdır. Bunları gərək dəyərləndirmək lazımdır. Azərbaycanda pensiyanın azlığı büdcədən ayrılan vəsaitlə əlaqədardır. Artırılmır. Pensiya qanunları da düzgün hesablanılmır. Əmək haqqları aşağıdır. Ona görə də pensiya az ödənilir. Büdcədən artımlar olmalıdır. Bütün dünyada başqa qanunlar tətbiq olunanda deyirlər dünya Avropada belə qanun var. Avropada 2000-3000 pensiya verirlər. Pensiyalar həddindən artıq aşağıdır. Dövlət təzədən baxmalıdır, pensiyalar artırılmalıdır və əmək qanunlarda da, pensiya haqqında qanunlarda dəyişiklik olmalıdır. Maaşlar qaldırılmalıdır, pensiyalar qaldırılıb təzədən baxılmalıdır. Narazıyam, həddən artıq narazıyam. Mən demək, lap belə harda işləmişəm demək olar, yoxsa yox. Mən Su Təsərrüfatı Nazirliyində işləmişəm. Əlbəttə ki, həddən artıq mən lap belə qəlbən narazıyam. Ümumi əhalində narazı salır. Onun kökündə dayanan 3 parametr var. Onun biri rüşvətxorluqdur, sonra yerribazlıqdır, qohumbazlıqdır. Bunlar istər-istəməz büdcəyə çox böyük zərər gətirir. Üstəgəl dövlətçilikdə gərək hər kəs yerində oturdu. Elə bu parametrlər olanda öz yerində oturmur. Məsələn, deyək ki, böyük qabiliyyəti var, amma pulu yoxdur. Rüşvət verdiyi, geçsin o vəzifədə oturur. Elədir. Bu dövlətə də, millətə də böyük zərər gətirir. Ona görə də bu sahəyə diqqət xüsusi olaraq artırılsa, mənə belə gəlir ki, dövlətimiz üçün də, millətimiz üçün də, hətta dövlət başçımız üçün də çox böyük xeyirli tərəflər olur. Vəziyyət yaxşı deyil. Yəni ümumiyyətlə əhalinin vəziyyəti, sosial vəziyyəti çox pisdir. İş yox, güc yox. Mən özüm də bir cavan, bir kadr kimi, bir şirkətdə bir nümayəndə kimi işləyirəm. Ancaq sakitcə oturub dinməz, öz kasıblığını yürüdənə heç bir şey demirlər. Deyirlər, onsuz da o sakit bizə heç bir təzyiq göstərmir. Qalxıb ki, bir addım atırsan ki, məsələn, mən bir şəhid evladıyam, mənə heç bir kömək olmuyor, mən sürünürəm, atam olsaydı bəlkə də mənim çörəyim olardı, atam olsaydı bəlkə də mənim evim olardı deyib və yaxşı, atam vətən yolunda şəhid oldu. Nə olar, bu vətənin də heç olmayan məmurları mı, vətənin də bir başında duran mı, nəsə bizə bir köməklik eləsin, mənim bu evdə xəstə anam və yaxud da mənim özümə bir nəsə eləsin deyəndə heç nə, sadəcə başdan vurmaq və araşdırırlar hardansa bir 1 manat, 2 manat çörək pulu gəlirsə onu da təzyiqlə, şər atmaqla bağlayırlar o çörəyi də. Üzümün düşməmə səbəbi odur ki, mən özüm bir adını çəkməyəcəm. Çünki adını çəksəm həmin dəqiqə, həmin gündən mən işdən çıxaracağam, onu dəqiq bilirəm. Çünki belə bir hal mənim qohumumda, tanışımda da olub. Şirkətin adını çəkməyəcəm. O şirkətdə mən yüngül bir vəzifə deməzdim, sadəcə bir
səlahiyyətli bir işdir. İşimdən olmayım deyə və üstümə şər atılıb, mənim bir vətən xaini çıxmayım deyə, onların şərləməsinə olmasın deyə mən üzümü göstərmək istəmirəm və ya adımı bildirməsini istəmirəm. Amma mən atamın adı Rzayev Qəniyyət Qənimət olub. Bir Füzuli rayonu Şükürbəyli kəndində də şəhid olub.